26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi və Şamaxı rayon komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abbasov, şəhid ailələri, qazilər və vətən müharibəsi iştirakçıları qatılıblar. Çıxış edənlər ordumuzun gücündən əldə edilən tarixi qələbəmizdən danışıblar. Tədbirdə həmçinin şəhid ailələri, ölkə rəhbərinin diqqət və qayğısından söz açıblar. Tədbirin sonunda şəhid ailələri, qazilər və vətən müharibəsi iştirakçıları fəxri fərman və hədiyyələrlə təltif olunublar. iyun Silahlı Qüvvələrin yaranması günü münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Şamaxı rayon təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə şəhid ailələri və təhsildə işləyən müharibə iştirakçıları iştirak etdilər. O cümlədən tədbirimizdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rahim Abbasov və digər qonaqlar iştirak etdilər. Tədbirdə məqsədimiz şəhidlərimizin xatirəsini uca tutmaq və gənc nəslə örnək olmaqdır. 26 iyun Silahlı Qüvvələrin yaranması günü münasibətilə başda cənab Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik.